Yəni bu necə bir parlaqlıqdır. Yaxından bir dənə bunun parlaqlığına baxın. Bu stick tonal kremidir. Bu tonal kremi o qədər təriflədilir. Hətta üzərində real olmayacaq qədər gözəl olduğu qeyd olunub. Parlaq bitişlidir. İndi baxım görüm necə bir özəlliyi var. Öncədən üzümə parlaq baza istifadə etmədim. Çünki videolarından gördüyüm qədərilə bu yetəri qədər parlaq idi və gördüyüm düzdür deyəsən. Həqiqətən də bu real olmayacaq qədər gözəldir. Bu parlaqlığı məncə siz də görürsünüz. Bu necə bir şeydir? Sözün əsl mənasında həqiqətən də deyildiyi kimi olan bir tonal krem. Charlotte'ın məhsulları çox bəyənilir, çox sevilir. Ancaq ilk məhsuludur ki, mən yoxlayıram. Bəli, digər heç bir məhsulunu hələ də yoxlamamışam. Parlaqlıq yoxdur. Əlin üzərindədir, baxın. Tez konsilerinə də baxaq. Məndə olan rəngi 6.5 medium rəngidir. Konsileri bu hissəyə deyil də bu hissəyə tətbiq etsəniz, bu hissəyə qırışlara dolmayacaq. Örtücülüyü yüksəkdir. Bu isə konsilerin örtücülüyüdür. Çox yüngül bir teksturası var, amma örtücüdür. Teksturasını bəyəndim. Qırışlara dolmaq kimi bir problemi olmadı bu arada. Bunlar da Charlotte'dandır. Konsileri bəyəndim. Tart mı bu mu desəniz, tart daha ağır makyajlar üçün yaxşıdır. Bu isə daha belə gündəlik istifadə etməyə uyğun, ancaq örtücülüyü yüksək olan bir konsilerdir. Tonal kremi isə ürəyim getdi. Əlavə baxın, parlaqlıq hələ də qalır. Yox, əgər desəniz ki, mən tonal kremdə bu qədər parlaqlıq sevmirəm, onu siz rahatlıqla parlaq olan hissələri transparan ilə matlaşdıra bilərsiniz. Baxın. Mən istəyirəm parlaq qalsın, ona görə çox matlaşdırmayacağam. Transparan ilə bir saniyədə həmin hissəni matlaşdıra bilirsiniz. Ümumi olaraq isə bəyəndim.